Salam dəyərli müəllimlər. Mən Nuri Akademi Tədris Mərkəzinin kurikulum müəllimi Nasberi Rızayeva. Bu videoda sizlərə 10-cu sınaq imtahanımızdakı metodika suallarının izahlarını verirəm. Gəlin başlayaq birinci sualımızdan. Effektiv rəyi müəyyənləşdirmək tələb edilir. Müzakirələrdə aktiv deyilsən, səsləndirdiyin fikirlərin məntiqi əsası yoxdur. Bu effektiv rəy hesab edilmir. Çünki effektiv olan rəy pozitiv başlamalıdır. Yəni, şagirdin müsbət fəaliyyəti vurğulanıb, daha sonra zəif tərəfi, səhvi qeyd edilib, eyni zamanda da bu səhvini düzəltməsi üçün ona istiqamət verilməlidir. Amma burada sadəcə səhvlər deyilib və səhvlərin istiqaməti də, yəni düzəldilməsi üçün bir yol da şagirdə verilməyib. Bu təsviri rəydir. Riyazi biliyin yaxşıdır. Sinifdə ən yaxşı riyazi məsələləri həll edən də sənsən. Bəzi səhvlərin var, onu da gələcəkdə düzəldərsən. Bu da effektiv rəy deyil. Çünki effektiv rəy təlim nəticəsində nəzərdə tutulan fəaliyyətini qiymətləndirməyi tələb edir. Amma burada şagirdin şəxsi keyfiyyəti təriflənilib, riyazi biliyi təriflənilib və bu həmin rəyi emosional rəy edir. Əhsən, cavablarını akademik cəhətdən yaxşı əsaslandırırsan. Müsbət tərəf deyilib. Lakin həyatdan nümunə gətirməkdə çətinlik çəkirsən. Zəif tərəf vurğulanıb. Çalış ki, oxuduğun informasiyanı həyatla əlaqələndirəsən. Onda daha yaxşı nəticə əldə edə bilərsən və istiqamət verilib. Deməli, bu C variantı effektiv rəydir. Sual-cavab prosesində bütün suallara düz cavab versən də, summativlərdə bunun əksini göstərirsən. Demək olar ki, cəmi 1-2 sualı düzgün cavablandırmısan. Burada da ümumi rəy verilib. Rəy spesifik, aydın olmalıdır. Yəni burada konkret olaraq şagirdin səhvi nədədir? Konkret olaraq doğruları nədədir? Aydın şəkildə izah edilməyib. Afərin, sənin gözəl yaddaşın var. Bütün hadisələri yadında yaxşı saxlayırsan. Kaş ki, digər uşaqlar da sənin kimi olaydı. Bu da effektiv olmayan rəydir. Çünki şagirdin yaddaşı onun şəxsi keyfiyyətidir. Biz isə bayaq dedik ki, təlim nəticəsində nəzərdə tutulan fəaliyyətinə rəy bildirməliyik. Eyni zamanda da uşaqları bir-birinə nümunə çəkmək, bir-birləri ilə müqayisə etmək olmaz. Növbəti sual. Verilənlər arasında müəllimin hansı fəaliyyəti müəllimlər və valideynlər arasında tərəfdaşlığın inkişaf etdirilməsinə xidmət etmir? Valideynləri məktəb fəaliyyətlərində, tədbirlərdə əməkdaşlığa dəvət edir müəllim yəni. Bunu könüllülük şərti ilə edir. Onlara fikir bildirmələrinə, hər hansısa bir məsələ ilə bağlı təşəbbüs irəli sürmələrinə şərait yaradır. Doğru addımdır. Valideynləri övladlarının təhsili ilə bağlı öz fikirlərini və təcrübələrini bölüşməyə təşviq edir. Onları məktəb siyasətinin hazırlanması kimi qərar qəbul etmə proseslərinə cəlb edir. Bu da doğru bir addımdır. Siz bilirsiniz ki, idarə olunmada fəal iştirak etmək valideynin də hüququdur eyni zamanda. Əgər valideynlərlə konflikt yaranarsa, onları həssaslıqla həll etməyə çalışır, onların problemlərini diqqətlə dinləyir, həll yollarını tapmaq üçün birlikdə çalışır. Doğru yanaşmadır. Valideynlərin iştirakına və dəstəyinə görə minnətdarlıq bildirir, onları məktəb ictimaiyyətinə tanıdır, müsbət və dəstəkləyici tərəfdaşlıq yaratmağa şərait yaradır. Bu da doğru yanaşmadır. Övladı yaxşı nəticələr göstərən valideynlərlə daha az, zəif nəticə göstərənlərlə daha çox əməkdaşlıq edir. Zəif nəticə göstərənlər üçün strategiyalar müəyyənləşdirir və evdə də strategiyalar üzrə çalışmağı valideynlərə tapşırır. Müəllimlər, E variantı effektiv yanaşma deyil. Birincisi, fərq qoymaq olmaz. Nə olsun ki, bu uşaq
yaxşı oxuyur, digəri zəif oxuyur. O demək deyil ki, ancaq biz zəif oxuyanla onun valideyni ilə əməkdaşlıq edək. Yaxşı oxuyanın da valideyni ilə əməkdaşlıq etmək lazımdır. Etməsək, o yaxşı oxuyanın yaxşı fəaliyyəti get-gedə zəifləyə bilər. Həm də ki, biz axı təkcə zəif nailiyyətlərlə bağlı əməkdaşlıq eləmirik. Biz inkişafı, müsbət tərəfləri də valideynə çatdırırıq. İkinci səhv bundan ibarətdir ki, biz müəyyən məsləhətlər verə bilərik valideynə, amma durub strategiya yazmaq, bunu valideynə vermək, yəni bir növ valideynə dərs keçməyimiz, onun üzərində hökmranlıq etməyimiz, onun yerinə qərarı bizim qəbul etməyimiz, bu biraz demokratik mühitdən bizi uzaqlaşdırır. Ona görə E variantı yanlış olan variantdır. Növbəti sual. Sinfə yeni təyin olunan müəllim ilk dərs günündən şagirdlərin riayət etməli olduqları qaydaları tərtib edir və qayda pozuntusu olduğu halda cəzaların da olacağını qeyd edir. Müəllimin bu addımı hansı pedaqoji yanaşmaya ziddir? Dəyərli müəllimlər, birincisi qaydalar sinfin idarə olunmasına əsaslanaraq davranış pozuntuları davamlı şəkildə müşahidə olunduqda artıq istifadə edilir və cəzalar da həmçinin. Yəni bu bizim bir müəllim olaraq atacağımız ən son addımdır. Bu mərhələyə qədər biz şagirdlə fərdi danışırıq, onun valideyni ilə söhbət aparırıq və digər fəaliyyətləri həyata keçiririk. Amma burada isə müəllim ilk dərs günündən, elə ilin əvvəlindən bunu edibdir. Bu isə demokratik mühitdən müəllimi kifayət qədər uzaqlaşdırmış olur. Demokratik üslubda idarə olunan siniflərdə şagirdlər pedaqoji prosesin obyekti kimi qəbul edilməməli. Dərs prosesində onların seçimlərinin nəzərə alınması vacib nüansdır. Yəni A variantında demokratiklik nəzərdə tutulub, situasiyada demokratiklik pozulub. Yəni bunlar bir-biri ilə ziddiyyət, yəni tərs fikir yaradır. Ona görə də biz doğru cavab kimi burada A variantını götürürük. Digərlərinə baxaq. Şagirdləri daha yaxından tanıması üçün müəllimin onların fərdi özəlliklərini müəyyənləşdirib, onları olduğu kimi qəbul etməsi lazımdır. Burada müəllimin şagirdi tanımaması kimi bir nüans verilməyib bizə situasiyada. Yəni B uyğunsuz bir yanaşmadır. Şagirdlər arasında yaranan konflikti aradan qaldırmaq üçün müəllim sinif iclası keçirməklə bu problemə həll yolu tapa bilər. Burada da konfliktlə bağlı bir şey verilməyib bizə. Şagirdlərin akademik nəticələrinin yüksək olması müəllimin dərs prosesində düzgün formativ qiymətləndirmə keçirməsindən asılı ola bilər. Akademik nəticələrin zəifliyi yox. Burada davranış pozuntuları ilə bağlı qaydalardan söhbət gedir. Şagirdlərə verilən rəy onların fərdi xüsusiyyətlərini nəzərə almaqdan daha çox dərsdəki fəaliyyətə yönəlməlidir. Burada axı situasiyada uşağın fərdi, yəni şəxsi keyfiyyətini tərifləmək verilməyib, axı biz zid kimi eyni götürək. Ona görə A variantıdır cavabımız. Növbəti sual. Hansı üsul refleksiya aparmağa, metakognitiv bilikləri formalaşdırmağa kömək edir? Dəyərli müəllimlər, refleksiya üsulları, çıxış bileti, 3-2-1 strategiyası, cümlə kökləri, şəxsi jurnal yaxud şagird jurnalı, sorğu, müsahibə, müzakirə kimi üsullardır. Eyni zamanda qeyd etmişik ki, iş texnikalarından BİBÖ həm diaqnostik məqsədli, həm formativ məqsədli, yəni həm dərsin əvvəlində, həm dərsin sonlarında doldurulacaq bir cədvəldir. Bəli, öyrəndim. Bu gün biz nəyi öyrəndik? Sütununu, yəni ən son 3-cü sütunu doldurmaqla həm şagirdlər refleksiya etmiş olurlar, həm onlarda özləri haqqında olan biliklər, bu gün nədə güclü idim, nədə zəif idim kimi metakognitiv biliklər formalaşır. Ona görə burada doğru cavab olacaq BİBÖ. Verilənlərdən biri müəllimin funksiyası hesab edilmir. Şagirdin təfəkkürünü formalaşdırmaq,
Şagirdləri qloballaşan dünyanın tələblərinə uyğun yetişdirmək, şagirdin metakognitiv bacarıqlarını inkişaf etdirmək, şagirdin tənqidi düşüncələrini inkişaf etdirmək. Bunlar bəli, bir müəllim kimi bizim funksiyamızdır, vəzifəmizdir. Tədrisin məqsədini şagirdin imtahan nəticəsi ilə müəyyənləşdirmək isə doğru yanaşma hesab edilmir. Çünki hər bir dərsin öz məqsədi var və bu dərsin məqsədi dövlətin qarşımıza qoyduğu tələblər alt standartlara uyğun müəyyənləşir. Yəni imtahan nəticəsinə uyğun, misal üçün mən baxıram ki, hə bu uşaq imtahanda zəif yığıb, yaxud bu uşaq imtahanda güclü yığıb deyə məqsədi ona uyğun müəyyənləşdirmirik. Düzdür, biz zəif tərəflər üzərində işləyirik, tədbirlər həyata keçirmiş oluruq, amma uşaqları sırf imtahana hazırlaşdırmaq məqsədi ilə biz o dərsləri keçmirik. Biz o dərslərdə eyni zamanda mənəvi dəyərlər, emosional və sosial vəziyyətlərini, milli dəyərləri, tərbiyəvi tərəfləri də inkişaf etdirmiş oluruq. Yəni sadəcə imtahana uşaq hazırlamırıq. Ona görə də D variantı məhz yanlış yanaşmadır. İnklüziv təhsilin şagirdlər üçün faydalılığına aid deyil. Şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə almaqla onlar üçün dəstəkləyici mühitin formalaşdırılmasını nəzərdə tutur. Bu doğru fikirdir. Tədris prosesində hər kəsin iştirakının vacibliyini nəzərə almaqla bərabər imkanlar yaratmağı ehtiva edir. Bu da düzdür. Hər kəsə dəyərli olduğunu hiss etdirməklə onlarda cəmiyyətə aid olma duyğusunu aşılayır. Düzdür? Tədrisdə təlim ehtiyaclarını nəzərə almaqla hər kəsin təhsildən yararlanmasını təmin edir. Bəli. Şagirdləri əsasən fərdi fəaliyyətə təşviq etməklə onları cəmiyyətdə müstəqil yaşamağa, müstəqil inkişaf etməyə yönəldir fikri inklüziv təhsillə bağlı yanlış bir fikirdir. Əksinə, inklüziv təhsil birgə öyrənməni, birgə əməkdaşlığı, sosiallaşmağı, uşaqların bir-birləri ilə münasibətlərinin yaxşılaşmasını, gərgin mühit yox, məhz onlar üçün dəstəkləyici mühit yaratmağı öz üzərinə vəzifə kimi götürür. Amma burada isə uşaqları fərdi xüsusiyyətlərini inkişaf etdirməkdən danışılır. Bu isə yanlış fikirdir. Müəllim dərsdə sual-cavab sessiyası üçün qaydalar müəyyən edir. Şagirdlər qaydaları bilsələr də onlara riayət eləmirlər. Ona görə də müzakirə zamanı xaotik səs-küy yaranır. Bu situasiyaya görə affektiv sahənin hansı mərhələsinin inkişafına ehtiyac var. Biz bilirik ki, 3 cür taksonomiya var. İdraki sahə, emosional psixomotor sahə və daha doğrusu emosional affektiv sahə, bir də psixomotor sahə. Dəyərli müəllimlər, emosional affektiv taksonomiyanın mərhələləri qəbul etmə, cavab vermə, dəyərləndirmə, təşkil etmə və xarakterizə etmə mərhələləridir. Burada şagirdlər qoyulan qaydalara əməl etmirlərsə, deməli, reaksiya vermirlər, cavab vermirlər. Qaydaların tətbiqində fəallıq göstərmirlər. Ona görə də bu cavab vermə mərhələsinə uşaqların ehtiyacı olduğundan xəbər verir. Fərqli olanı seçmək tələb olunur. Baxaq, bu təhsil qanunu ilə bağlı bir test tapşırığıdır. Həyat və sağlamlıq üçün təhlükəsiz şəraitdə, mənəvi psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq təhsil alanların hüququdur. Təhsil müəssisəsini, tədris dilini, xarici dili, tam orta təhsil səviyyəsində təhsilin təmayülünü, tədris olunan dərsdən kənar məşğələləri sərbəst seçmək yenə də təhsil alanların hüququdur. Dövlət bələdiyyə ümumi təhsil müəssisəsində dərsliklərlə pulsuz təmin olunmaq, biliyinin yenidən qiymətləndirilməsini tələb etmək də həmçinin təhsil alanların hüquqlarıdır. Yalnız D variantı öz məktəb yoldaşları ilə təhsildə əməkdaşlıq etmək təhsil alanların hüququ yox, vəzifəsi olduğu üçün
D variantı digərlərindən fərqli variantdır. Hansı fikir yanlış olan fikirdir? Problem əsaslı öyrənmədə təklif edilən həll yolunun keyfiyyəti baxımından da qiymətləndirmə aparılır. Bəli, bu doğrudur. Layihə əsaslı öyrənmə problem əsaslı öyrənməyə nisbətən daha geniş vaxtı əhatə edir, daha əhatəli mövzu ilə bağlı olur. Bu da düzgün fikirdir. Həm layihə əsaslı öyrənmə, həm də problem əsaslı öyrənmədə müəllimin işi əsasən fasilitatorluqdur. Bəli, bu da doğrudur. Layihə əsaslı öyrənmə şagirdlərdə 21-ci əsr bacarıqlarını formalaşdırmaq üçün ən önəmli yanaşmalardan biridir. Bu da doğru fikirdir. Problem əsaslı öyrənmədə problemin həllinin hər məqamında şagirdlər müəllimin verdiyi təlimatlar əsasında fəaliyyətlərini tənzimləyirlər. Bu yanlış fikirdir. Problem əsaslı öyrənmədə uşaqların qarşısında bir problemli situasiya var və uşaqlar bu problemə komandalar şəklində həll yolları müəyyənləşdirməlidirlər və burada artıq müəllim fasilitator mövqeyində iştirak eləyir. Yəni sadəcə istiqamət verir, yönəldir. Da o problemi uşaqların yerinə özü həll eləmir. Amma burada E variantında deyir ki, hər məqamda, yəni hər dəqiqə, hər dəfə müəllim təlimatlandırır. Da müəllim təlimatlandırırsa, onda bu necə problemi şagirdlərin özlərinin həll etməsi oldu ki, necə şagird yönümlü interaktiv təlim oldu ki, ona görə də E variantında müəllimin uzaqdan yox, yaxından müdaxiləsi olduğu üçün yanlış fikirdir. Sinifdə bullying halını müəyyən etmək üçün verilənlərdən hansından istifadə məqsədə uyğun deyil? Müəllimlər, bullying halını biri var qarşısını alma üsulları, biri var üzə çıxarmaq üsulları. Artıq baş verib üzə çıxarırıq. Bax, üzə çıxarmaq üçün dəstəkləyici mühit yaratmalıyıq ki, şagird fikrini gəlib bizlə bölüşə bilsin. Esse yazdıra bilərik, anonim sorğu apara bilərik, digər müəllimlərlə məsləhətləşib müzakirə apara bilərik. Amma C variantı sinifdə mənəvi dəyərləri aşılamaqdır, sinifdə sosial, emosionalı bacarıqlarını formalaşdırmaqdır, emosional intellektlərini inkişaf etdirməkdir və s. Bu, baş verən bullyingi üzə çıxarmır. Bu, baş verməyib, amma qarşısını almaq üçün istifadə olunan tədbirlərdəndir. Problemli situasiyanın yaradılması zamanı tez-tez müşahidə olunan səhvi müəyyənləşdirmək tələb edilir. Problemin həlli müxtəlif fərziyyələr yaradırsa, bu səhv deyil, əksinə bu doğru bir addımdır. Çünki müxtəlif fərziyyələr yaratmalıdır ki, uşaqlar müxtəlif fikirlər, müxtəlif münasibətlər bildirə bilsinlər. Qoyulan problemdə ziddiyyəti həll etmək tələb olunursa, bu da yaxşı bir şeydir. Səhv deyil, pis deyil. Bu ziddiyyət uşaqları idraki belə deyək də aktivliyə cəlb eləyəcək ki, onlar həqiqətən də problemi həll yolları irəli sürmək istəyində, həvəsində olsunlar. Hər bir şagird öz bilik və təcrübəsindən istifadə etməklə problemin həll yollarını tapmağa çalışır. Bu da yaxşı bir şeydir. Yəni burada səhvlik yoxdur. Şagirdin idraki fəallığının hərəkətə gəlməsi, zehninin aktivləşməsi deməkdir. Bu da yaxşı bir şeydir. Burada yeganə səhv D variantındadır. Müəllimin şagirdin qarşısında qoyduğu problem əgər onun yaş səviyyəsinə uyğun gəlmirsə, o zaman bu şagird üçün çətin bir fəaliyyət hesab edilə bilər. Yaxud onun potensialından aşağı səviyyədədirsə, onun üçün maraqsız olar və şagird bu situasiyaya cəlb edilməz. İki şagird arasında konflikt yaranmışdır. Şagirdlərdən birinin valideyni tələb edir ki, digər şagird sinifdən çıxarılsın. Bu situasiyada müəllimin atdığı hansı addım doğru hesab edilə bilər? Müəllimlər, bax bu sual imtahanda, işə qəbul imtahanında olduğu kimi düşmüş bir sualdır. Deyir ki, doğru hesab ediləni tap. Müəllim ümumi valideyn iclası keçirir və bu problemi hamı ilə bir yerdə həll etməyə çalışır. Çünki digər valideynlərin sözünün daha təsirli olacağını düşünür. Bu yanlışdır. Çünki burada
İki uşaq arasındadır bu konflikt. Yəni bunu durub hamının içində müzakirəyə çıxartmaq, həmin o valideynin təklif etdiyi nüansı hamı ilə bölüşüb hamının söz haqqını almaq nə dərəcədə doğrudur? Axı biz bilirik ki, hər bir şagirdin təhsil almaq hüququ var. Hansısa valideynin sözünə görə uşağı sinifdən çıxarmaq, məktəbdən çıxarmaq heç də doğru bir addım deyil. B variantı. Özü problemin həllinə çalışmadan şagirdləri və onların valideynlərini direktorun yanına aparır. Bu da doğru deyil. Çünki hər bir müəllimin fərdi məsuliyyəti var. Özüm qarışmayım, aparım direktor həll eləsin. Nə dərəcədə düzdür? Şagirdlərin problemini bütün sinfin şagirdləri ilə müzakirə etmək yenə də məxfilik, konfidensiallıq baxımından yanlış addımdır. Müəllim bu məsələni həmin dəqiqə pedaqoji şuraya çıxarır, müzakirəsini tələb edir. Ümumiyyətlə pedaqoji şuranı məktəb rəhbərliyi yığır bir yerə. Məktəb rəhbərliyinin səlahiyyətindədir. Yəni hansısa müəllim durub pedaqoji şura iclası keçirtmir. Burada yeganə doğru addım D variantıdır. Müəllim şagirdin sinifdən çıxarılmasını tələb edən valideynlə fərdi şəkildə danışır, təkbətək. Onda empatiya hissi yaratmağa çalışır ki, o da özünü başqasının yerinə qoya bilsin. O uşağın valideyninin yerinə, o şagirdin yerinə özünü qoya bilsin ki, bu ona necə mənfi təsir edəcək, bunu hiss etsin. Fikrindən daşınsın. Növbəti sual. Effektiv müəllim-şagird münasibəti ilə bağlı verilən fikirlərdən hansı yanlışdır? Şagirdin fəaliyyətini artırmaq üçün onu qıcıqlandıran və daha çox çalışmağa vadar edən üslubdan istifadə edilməlidir. Bu tamamilə yanlışdır. Yəni biz şagirdi qıcıqlandırmaqla nəsə bir nailiyyət əldə etmərik. Əksinə, şagird müəllimə sevgisi azalar. Müəllimə sevgisi azaldığı üçün onun dərslərində iştirak etməməyi qərarlaşdırar. Yəni bu ona nəinki müsbət, əksinə mənfi təsir edəcək. Sinifdə sağlam psixoloji mühit korlanacaq. Digərləri hamısı doğru variantlardır. Gəlin oxuyaq. Müəllim şagirdlərdən etik normalara əməl etmələrini, nəzakətli dildən istifadə etmələrini istəyirsə, özü də buna riayət etməlidir. Bəli, rol model olmalıdır. Müəllim şagirdlərlə ünsiyyətdə böyüklərlə danışdığı kimi hörmətlə, mədəni şəkildə danışmalıdır. Dərs zamanı işlətdiyimiz üslubla yanaşı istifadə etdiyimiz səs tonu da önəmlidir. Müəllim tərəfindən söylənilən stimulyativ və dəstəkləyici cümlələr şagirdin inkişafını gücləndirə bilər. 4 fikrin 4-ü də doğrudur, yalnız A variantı yanlışdır. Diferensial təlimin mahiyyəti nədən ibarətdir? Potensialı yüksək şagirdlərin öyrənmə xüsusiyyətlərini nəzərə alaraq tədrisin onlara uyğun təşkilidir. Dəyərli müəllimlər, burada deyir ki, ancaq yaxşı oxuyan uşaqlara görə dərsi qur. Xeyr, diferensiallıq bu demək deyil. Diferensiallıq uşaqların hamısının potensialını nəzərə almaqdır. Ona görə A yanlışdır. Tədris zamanı öyrənmə çətinliyi olan şagirdlərin diqqət mərkəzində saxlanılmasıdır. Bu da yanlışdır. Biz fərq qoymamalıyıq, bərabər imkan yaratmalıyıq. Təkcə zəif uşaqlar yox, hamısı diqqət mərkəzimizdə olmalıdır. Tədrisin şagirdlərin yaş xüsusiyyətlərini nəzərə almaqla qurulması qiymətləndirilməsidir. Bu da yanlışdır. Düzdür, biz yaş xüsusiyyətlərini nəzərə alırıq, durub 1-ci sinifə 5-ci sinif səviyyəsində dərs keçmirik. Amma diferensial təlim məhz bu məqsədi daşımır qarşısında. Tədrisin şagirdlərin akademik nəticələrinin əsas götürülərək qurulmasıdır. Bu da yanlışdır. Diferensial təlimdə düzdür, akademik nəticələr də göz önündə olur. Sadəcə diferensial təlim onların individual xüsusiyyətlərinin nəzərə alınmasını qarşısına məqsəd qoyub. Doğru fikir C variantıdır. Şagirdlərin müxtəlif öyrənmə xüsusiyyətini nəzərə alan tədrisi təşkil edir. Yəni burada istər vizual öyrənən şagird olsun, istər audial öyrənən şagird olsun, istər məkan vizual intellektli, istər bədən kinestetik intellektli şagird olsun. Mən tədrisdə hər birinin xüsusiyyətini nəzərə almalıyam ki, o dərs diferensial dərs hesab edilsin.
Dərsin məqsədi ilə bağlı verilən cavablardan hansı yanlışdır? Əsas funksiyası alt standartda nəzərdə tutulan tələbi reallaşdırmaqdır. Doğrudur. Yəni söhbət burada dərsin təlim nəticəsindən gedir. Hazırlanan zaman şagirdlərin mövcud səviyyəsi nəzərə alınır. Əlbəttə ki, yəni durub onların mövcud səviyyəsindən daha çətin bir təlim nəticəsi qoysam, onlar buna çata bilməzlər. Təlim nəticəsinə əsasən şagirdin fəaliyyəti qiymətləndirilir, düzdür? Yəni qiymətləndirmə meyarları həmin məqsədə uyğun müəyyənləşir. Mümkün qədər dəqiq, aydın olmalıdır. Yanlış olan C variantıdır. Deyir, əldə ediləcək bilik və bacarıqların ümumi şəkildə ifadə olunması lazımdır. Əksinə, təlim nəticəsində nəzərdə tutulan əldə olunacaq bilik, bacarıq spesifik olmalıdır. SMART abreviaturasına əsasən dəqiq, aydın olmalıdır, anlaşılıqlı olmalıdır ki, uşaqlara elan edildikdə uşaqlar anlaya bilsinlər. Şagird canlı qalıqlarının fiziki quruluşunu nümunələrlə izah edir. Verilmiş tapşırığa əsasən inteqrasiyanın biliyin növünü, idraki sahənin mərhələsini müəyyən edin. Müəllimlər, bax, bunu izah edirsə, nümunələr gətirib izah eləyirsə, deməli, başa düşüb, anlayıb ki, izah edir. Bu anlamaq mərhələsidir. Konseptual bilik məntiqi təfəkkürdür. İnteqrasiya olaraq da fənlər arası inteqrasiya olacaq. Bilirsiniz niyə? Çünki fiziki quruluşu canlıların biologiyadadır, siz bilirsiniz. Amma canlı qalıqlarının, bax nə vaxtsa yaşayıb, misal üçün dinozavrlar, qalıqları tapılıb, üstündə müəyyən eksperimentlər və s. aparılıb. Bax bu da artıq canlı qalıqlarının tapılmasıdır. Bu da tarixin müəyyən elementlərdir. Neçənci ildə tapılıb, harda tapılıb, hansı şəhərdə tapılıb, müəyyən tarixi faktlardır. Həm tarix, həm burada biologiya, həm təbiət fənninin elementlərini müşahidə etdiyimiz üçün fənlər arası inteqrasiya olacaq. Cavab olur D variantı. 57. Aşağıda verilmiş fikirlərdən hansı şagirdlərin səmərəli öyrənməsi üçün pedaqoji baxımdan peşəkar addım sayılmır? Müəllim yeni mövzunu tədris etmədən öncə şagirdlərə əvvəlki mövzularla bağlı nələri öyrənməkdə problem yaşadıqlarını bölüşməyi tapşırır. Bu doğru yanaşmadır. Yəni dərsi keçməmişdən deyirəm ki, uşaqlar, keçən dərslə bağlı kimin nə də çətinliyi var, nə də zəifliyi var. Müəllim şagirdlərə yoldaşlarının fəaliyyətini qiymətləndirən zaman rubrikə əsaslanmalarını tapşırır. Onlar rubrik təkcə müəllim üçün deyil ki, rubrikdən istifadə edib şagird öz-özündə qiymətləndirə bilər, yoldaşına da qiymətləndirmə apara bilər və rubrik daha şəffaf, daha obyektiv qiymətləndirməyə imkan verdiyi üçün, şərait yaratdığı üçün faydalı üsuldur. Müəllim tədris olunacaq məzmun və fəaliyyətləri seçərkən şagirdlərin yaş xüsusiyyətlərini nəzərə alır. Bu da doğrudur da müəllimlər. Yəni bayaq dedim, durub 1-ci sinif və 5-ci sinif formasında dərs keçsəm, onun yaşını nəzərə almasam, yaşına uyğun potensialını nəzərə almasam necə olar? Uşaq heç nə öyrənməz. Müəllim təcrübəsindən yola çıxaraq şagirdlərin səhv elədikləri və ya çətinliklə anladıqları mövzuları öncədən onlarla bölüşüb müzakirə təşkil edir. Bu da doğru fikirdir. Yəni belə deyim də, misal üçün qarşıda mən keçəcəm trigonometriyanı, görürəm ki, uşaqlara çətin gələ biləcək bir mövzudur. Əvvəlki dərslərdən hər dəfə bura istinad edirəm. Sizlə də biz bunu eləyirik, kurikulum dərslərində. Bax, görürsünüz, dərsi keçəndə deyirəm ki, müəllimlər, düşüncə tərz nəzəriyyəsidir, qarşıda keçəcəksiniz. Amma gəlin biraz bu barədə sizə məlumat verim. Yəni artıq sizi əvvəlki dərsləri keçə-keçə bu çətin mövzulara, çətin dərslərə yavaş-yavaş elə bil ki, hazırlayıram, adaptasiya edirəm. D variantı da bunu deyir. Müəllim keçdiyi hər yeni mövzu ilə bağlı şagirdlərə bir-bir sual cavab edir. Öyrəndiklərinə əmin olmağa çalışır. Bax, bu yanlışdır. Eləyərsən, dərsdə bunu, uşaqları tək-tək sual cavab. Amma da hər dərs deyirsə, burada artıq bir yanlışlıq var. Bax, burada deyir, hər dəfə yeni mövzu ilə bağlı, hər yeni mövzu ilə bağlı. Artıq burada müəllimin dərsinin böyük bir hissəsini sadəcə sual-cavaba həsr etdiyini biz müşahidə edirik. Bunun əvəzinə bütün siniflə
sual-cavab apararkən gözləmə vaxtı, düşünmə vaxtı verib hər birinə fərdi yanaşa bilərik. Sinifdəki şagirdlər qavrama və öyrənməsinə görə fərqlənirlər. Dərindən düşünən uşaqlar üçün qavrama daha çox zaman alır. Verilmiş fikrə əsasən doğru olan nəticəni müəyyənləşdirin. Baxın, əgər qavramasına, öyrənməsinə görə fərqlənirlərsə, dərindən düşünən uşaqlar var da, biri misal üçün sualı 1 saniyədə cavablandırır. Bu uşaq fikirləşir 1 dəqiqə, dərindən düşünür, sonra cavablandırır. Daha çox zamana ehtiyacı olur. Zamana ehtiyacı varsa zaman verək də, vaxt verək. Şagirdlərə gözləmə və düşünmə vaxtı verilməlidir. Biz bu nəticəni çıxarmış oluruq. Təsvir olunan şagirdlərdən hansı ekstravert şəxsiyyətə malikdir? Bilirik ki, introvert, ekstravert, ambivert şəxsiyyət tipi var. Ekstravert şəxsiyyət tipi daha çox başqaları ilə sosial münasibətləri üstün olandır. Qısa müddətli yaddaşından daha çox istifadə edir ekstravertlər, amma subyektiv fikirlərinə əsaslanır introvertlər. Deməli, bu ambivertdir. İnsanlarla ünsiyyət onu ruhlandırır, ekstravert, lakin məntiqi əsası olmayan müzakirələrdən tez yorulur, introvert. Deməli, bu da ambivertdir. Müəyyən bir konseptlə bağlı nəticəyə gəlmək üçün daha çox vaxta ehtiyac duyan introvertdir. Təkliyi sevir introvert, bu zaman özünü komfortda hiss edir, daha rahat nəticələr çıxarır, qərarlar verir introvert. Nəticə çıxarmaq üçün xarici stimullara əsaslandığından digər insanların təsiri altına tez düşən ekstravert xarakter tipidir. Son sual. Sinifdə summativ qiymətləndirmə zamanı köçürmək olmaz qaydası var. Şagird summativ zamanı yoldaşlarından birinin köçürməyə cəhd etdiyini görür. Deyir ki, əgər sən köçürsən, digər şagirdlər də köçürməyə cəhd edəcək və sinifdə qarışıqlıq yaranacaq. Şagirdin davranışı onun haqqında hansı məlumatı verir? Bax, bu Lawrence Kohlbergin mənəvi inkişaf nəzəriyyəsi ilə bağlı bir sualdır. Bəzən düşür imtahana, müəllim də baxır ki, hə situasiyada yazır cavabı. Necə gəldi, yazır. Sonra çıxır imtahandan deyir ki, nəzəriyyə ilə bağlı sual yox idi, düşməmişdi, oxumayın. Başlayır insanları yanlış məlumatlandırmağa. Əslində düşür sual, amma sadəcə bax bu qarşınızda da sual. Yəni burada hansı nəzəriyyənin adı çəkilməyib, hansı pedaqoqun, alimin adı çəkilməyib deyə müəllim bunu analiz etməkdə, təhlil etməkdə çətinlik yaşayır. Elə bilir ki, bu sual hansısa bir situasiyadır. Halbuki bu nəzəriyyə ilə bağlı bir sualdır. Kohlbergin mənəvi inkişaf nəzəriyyəsində 6 mərhələ var. İtaət və cəza, individualizm, eyni zamanda qəbul olunma, sosial nizam, ədalətpərəst olanlar, sosial müqavilə və universal etik prinsiplər, ən ali hədd. Görürük ki, uşaq niyə görə bunu deyir? Bax, fikir verin. Sən köçürsən, digər şagirdlər də köçürməyə cəhd edəcək, sinifdə qarışıqlıq yaranacaq. Bu uşaq sinifdəki qarışıqlığın qarşısını almağa çalışır. Sinifdəki xaosun qarşısını almağa çalışır. Nizam, intizamı bərpa etməyə çalışır. Deməli, bu 4-cü mərhələ olan sosial nizam mərhələsidir. Sosial nizamı qoruma. Bu da D variantındadır. Şagird sinifdə qoyulan qaydanın hamıya aid olduğunu anlayır ki, hamı bu qaydaya əməl eləsin. Heç kəs pozmasın qaydanı. Bunun kütləvi hala keçməsinin qarşısını alır. Nizamın pozulmasının qarşısını alır. Doğru cavab D variantıdır. Burada digər variantları açıqlamaq istəyirəm. A heç açıq düşüncə tərzi ilə bunun əlaqəsi yoxdur. Açıq düşüncə tərzi iradları qəbul eləyən şəxsdir. İrad bildirən şəxsə biz niyə açıq düşüncə tərzi deyək ki? Düzdür, irad bildirmək pis şey deyil, amma açıq düşüncə ilə əlaqəli deyil. Haqsızlığı bu tərəf tutmur, demir o birilərə haqsızlıqdır. Elə desəydi, 5-ci mərhələ olardı sosial müqavilə. Burada cəzadan qorxmaq da yoxdur. Cavab D variantı. Ümid edirəm ki, sizin üçün izahlar aydın oldu, faydalı oldu, nəsə öyrənə bildiniz. Sağ olun, növbəti videolarda görüşənə qədər.
Zəhmətin dəyəri olaraq kiçik bir xahişim var sizdən. Rəylərinizi yaza bilərsiniz bu videonun altında, bəyənib olduğunuz qruplarda, müəllim yoldaşlarınızla, hər kəslə paylaşa bilərsiniz ki, onlar da həm sınavdakı suallar haqqında məlumatlı olsunlar, həm izahı dinləyib imtahanda yüksək nəticə əldə etmək üçün informasiyanı toplamış olsunlar. Kanalıma abunə deyilsinizsə, abunə olun ki, hər dəfə mən yeni videolar yüklədikdə sizə bildiriş gəlsin və xəbəriniz olsun. Sağ olun.